بسم الله الرحمن الرحیم. الحمد لله رب العالمین والعاقبة للمتقین والصلاة والسلام على سيدنا وسيد المرسلين أبي القاسم محمد وعلى آله الطاهرين سيما بقية الله في الأرضين واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. Ötən məclislərimizdə mübarək Ramazan ayının məclislərində peyğəmbərlərin məqsədlərindən və o haqda bir qədər Quranın ayələrindən və hədislərdən istifadə etdik və deyildi ki, onların göndərilməsindən əsas məqsədlərdən biri də budur ki, insanları təzkiyə eləyələr, təmizləyələr, pak eləyələr və təzkiyənin müxtəlif yollarından söhbət açdıq və o haqda da lazımlı qədər söhbət oldu. Biri də təzkiyənin yollarından budur ki, insan öz keçmişindən və keçmişdə olan pis və haram əməllərindən tövbə eləyə. Və dedim ki, tövbənin neçə məqamı var. Bir neçə məqam tövbədən əvvəl lazımdır, o haqda da danışdıq. Və neçə məqam da tövbədən sonra insanlara lazımdır ki, bilsinlər və ona diqqət göstərsinlər. O məqamlardan biri rü'yətdir, ikincisi riayətdir, zahirlə batində, üçüncüsü mühasibə. Bu üç dənə mövzunun haqqında söhbət elədik və onları mən izahlı surətdə əziz mömin qardaşlar üçün, bacılar üçün dedim, açıqladım. Dördüncü məqam tövbədən sonra müraqibət mövzusundan ibarətdir. Müraqibət hər bir insana çox lazımlı və vacib olan bir məqamdır və əməldir. Müraqibətin iki əsas mənası var və hər iki mənanın ikisi insanlara lazımdır ki, onları bilsinlər və başa düşsünlər. Birinci mənası müraqəbətin budur ki, insan müraqibdir, yəni ki, güdükçüdür. Müraqib güdükçüyə deyərlər. Filan kəsi müraqibət elədilər, yəni nəzarət altdadır, güdürlər onu. Bu bir mənadır.
əsas rəqib sözündən tutulur. Lakin istilahda, yəni dini və şəriət və əxlaqi baxımdan əxlaq elmində onun iki dənə əsas mənası var ki, o məna bizim nəzərimizdədir ki, o mənanı həm başa düşək, o iki mənanı və həm o iki mənaya diqqət eləyək və riayət eləyək. Birincisi onun budur ki, insan bilə ki, insana nəzarət var. İnsanı güdürlər, insanı yazırlar, insana nəzarət eləyirlər. Bu, müraqibətin bir mənasıdır. Və bilə ki, qeybidən, gözə görsənmədən insanın yanında olanlar var, insanın hərəkətlərin qeyd eləyənlər var. Bu, müraqibətin bir mənasıdır. Yəni, bu ki, rəqib sözündən gəlir, tutulur, rəqibin mənası budur. Bu deməkdir ki, insana rəqib var. Yəni, insanın bütün hərəkətlərin, zahirin, batinin hamısına nəzarət eləyirlər və qeydə alırlar, yazırlar kağaza. Və əgər insan bunu başa düşsə ki, mənə nəzarət eləyən var, əgər başa düşsə ki, mənim yanımda məndən sonra var, baxanlar, mənim əməlimə baxanlar var, onda insan onlardan xəcalət çəkər. Əgər başa düşsə ki, məndən sonra mənim yanımda olanlar var, mənə baxırlar və əgər onlardan xəcalət çəksə, onda bu insan yaxşı olar. Bu insan da tövbanı pozmaz, tövbanı sındırmaz. O ki, tövbədən sonra neçə məqam var, insan o məqamları başa düşməlidir. O məqamın dördüncüsü budur ki, insan bunu bilə ki, belə şey var. Kim insana nazirdir? Kim insana nəzarət eləyir? Kim insanın nəzarət altında saxlayır? Kim insana güdükçülər, qorxucular, nəzarətçilər təyin eləyir? Bu haqda mən bəlkə də keçmişdə, keçən illərdə bir neçə ayə hədis oxumuşam, amma ola bilsin ki, yadlardan çıxıb bir neçə ayə mən oxuyuram ki, biz görək bizə kim nəzarət eləyir? Buyurur, birinci nəzarətçi bizim üçün Allah özüdür. Allah özü bizə nəzarət eləyir. Əhzab surəsinin 52-ci ayəsində buyurur, və kanəllahu əla kulli şeyin rəqiba. Təhcə insanlara yox, Allah bütün şeylərin hamısına nəzarət eləyir. Hər şey onun nəzarətinin altındadır. Nisa surəsinin 1-ci ayəsində buyurur, İnnəllâhe kânə əleykum rəqiba. İnsanlara xitab edərək buyurur, Allah sizin hamıza rəqibdir, nəzarət eləyir və güdür sizi və görür sizi. Ələm ya'ləm bi ennəllâhe yərâ. Və insan bilmir ki, Allah onu görür. Allah ona nazirdir, nəzarət eləyir. Hədislərdə var, deyir ki, insan ki günah eləyir, iki halətdən, iki haldan, məqamdan xaricdədir. Bir məqam budur ki, bu insanın etiqadı yoxdur buna ki, mənə nəzarətçi var. Allah məni görür.
Əgər belə bir etiqad, əqidə insanda olsa, bu əqidə küfrünə bərabərdir. Əgər insan təsəvvür eləyə bir otaqdakı tək oturub, təsəvvür eləyə təhdi. Bunu görən yoxdur. Allah görmür bunu. Buyurur, bu küfrüdür. Amma əgər əqidəsi budur ki, Allah görür, belə bir əqidə ilə əgər günah eləyir, onda Allaha çox hörmətsizlik eləyir. Əgər belə bir əqidə bunda var ki, Allah məni görür, amma bu əqidəyə baxmayaraq günah eləyir, buyurur, onda bu Allahı necə bilir? Yaxşı təbir desəm budur ki, hörmətsizlik eləyir, ədəbsizlik eləyir. Buyurur, Yunus surəsinin 61-ci ayəsində. Buyurur, və mə təkunu fi şə'nin. Hər bir halda olsuz, müsbət məna belə olar, hər bir halda olsuz, və mə tətlu minhu min Qur'anin. Hətta əgər siz Allahın izni ilə Quran da oxuyursunuz, və la tə'ləmunə min əməlin. Hər bir əməl eləyirsiniz, siz, İlla kunna aleykum şuhuda. Bilin ki, şübhəsiz biz sizi görürük. İz tufidunə fihi. O halda ki, məşğulsuz. Hər halda, hər əmələ məşğulsuz, buyurur, biz sizi görürük. Biz sizə baxırıq. Və ma ya'zubu an rabbika min misqal zərratin fil ard və la fis səma. Və la əsğər min zalik və la əkbər illa fi kitabin mubin. Buyurur, hər bir işi görürsünüz, nə qədər də balaca olsa, zərrə qədəri də olsa, böyük olsa, balaca olsa, onların hamısından bizim xəbərimiz var və hamısı fi kitabin mubin. Çox aydın olan kitabda qeyd olur onların hamısı. Da qiyamətin günündə onun altından heç kim qaça bilməyəcək. Bu kitabın qabağını oxusun. Filan tarixdə bu işi gördün, filan saatda bu işi gördün. Hamısın bir. Buyurur, birinci insana nəzarət eləyən Allah özüdür. Yazırlar tarixdə bir alim, bir arif, bir zahid insan gedir Məkkəyə. Məkkəyə gedəndə qədim belə deyildi, indi minəsən təyyarəyə 3 saatdan sonra düşəsən orada. 3 aylarla yol gedirdilər, mənzillərdə qalırdılar. Gecələr mənzillərdə qalırdılar, yollarda mənzillər var idi, qalırdılar orada. Deyir, bu alim, bu arif, bu zahid gedir, mənzillərin birində bir çoban gördü ki, o da oradaydı. Bir xeyləhdə qoyunu var idi onun, heyvanı var idi o çobanın. Bu zahid ona dedi ki, yaxşı olar ki, sən o qoyunların birini mənə satasan. Cəmaat da baxır. Bir neçə nəfər də orada oturublar, danışırlar. O dedi ki, mən özümün deyir bunlar. Mən kiməsə işləyirəm. Xazeynin icazəsi olmasa, mən bunu sənə heç bir dənə də verə də bilmərəm, sata da bilmərəm. Bunun maliki var. Bu arif ona deyir ki, demə satdım. O səndən soruşsa, deyərsən ki, qoyunların birini qurt yedi. Bilərəkdən belə deyir ona. Deyərsən, qoyunların birini qurt yedi. O səndən gəlməyib ki, bura, nə bilir? Çoban baxdı, dedi ki, mənim 2 dənə moğla varımdı. Bir moğla odur ki, bu qoyunları mənə tapşırıb, bir moğla da mənim başımın üstündə mənə nəzarət eləyir. Yaxşı, onda ona nə deyim? Ondan deyir ki, zahid, o arif,
bu çobanın imanından gözləri yaşaldı. Dedi ki, indi ki sən bir Mevlanın əbdisən, mən səni pulunla alıram, azad edirəm. Onu pulun verdi, dedi bu pul, get özüyü al, azad ol. O çox təşəkkür elədi, öz minnətdarlığını bildirdi. Dedi, mən ömrümün axırına qədər azad oldum, rahat oldum. Ondan sonra bu zahid belə dedi. Dedi, o Mevlanın adı əgər səni dünyada azad elədi, ümid edirəm ki, inşallah qiyamətdə də səni azad eləyər. Əgər insan başa düşsə ki, insanın Mevlası var və odur ki, Quranda, tarixdə, hədislə Allahu Mevlana şiarlar ki verirdilər İslam ordusu ilə Əbu Süfyanın ordusu, onlar bütləri gətirdilər, u'luhu bəl şiar verirdilər, ondan deyirdilər ki, bizim Mevlamız bu bütlərdir ki, gətirmişik, müsəlmanlar qalanda Peyğəmbər buyurdu, bəs siz niyə cavab vermirsiniz onlara? Dedilər, nə deyək, ya Rəsulallah? Həzrət buyurdu, deyin, Allahu Mevlana və la Mevla ləkum. Bizim də Mevlamız var, Allah və o sizə Mevladır, bizə Mevladır. Buyurur, bax, bizə nəzarət eləyən birinci Allah özüdür. İkinci nəzarətçi Allahın təyin etdiyi mələkələrdir. Həmişə bizinləndilər onlar. Gecə, bir də günü, həmişə. Bəzi hədislərdə var, sübh namazının vaxtında onlar dəyişilirlər. Qorxucuları görübsünüz də şiftinlə işləyirlər. Biri gecə işləyir, biri günüz işləyir. O gəlir, ona təhvil verir ona, getdi ta sabaha qədər. Deyir, üləmadan biri oturmuşdu hərəmdə. Bir nəfər gəldi, soruşdu, dedi, ağa namazın vaxtı olub. Deyir, bə görmədin mələkələr dəyişildi. Deyir. Ona görə də buyurur ki, bax, mələkələr insana nazirdir. Allah təyin eləyib onları. Bu da Quranda gəlib. Quranın müxtəlif ayələrində, hədislərimizdə, dualarımızda nə qədər desən, bunun barəsində əlimizdə sənət var. Qaf surəsinin 18, 17, 18-ci ayələrində buyurur, İz yətələqqəl mütələqqiyan anil yəmini və anil şimal. Qəidun. Buyurur ki, yadıva sal, bil, sağ tərəfdə və sol tərəfdə səni güdmək məqsədi ilə sənin yanında, çiynində oturanlar var. Onlar baxırlar sənə. Ma yelfizu min qavlin illa ladayhi raqibun atid. Rəqibinən ətid, onlar ikisi oturublar orada, baxırlar sənə. Nə eləyirsən, onların hamısını çəkirlər. Çəkiliş tətil olmuyor. Hər haldasan. Onların hamısını yazırlar. Dəfələrlə demişəm, yenə də deyirəm, Həzrəti Əli əleyhissalam gedir ayaq yoluna, bir nəfər deyir, mən gördüm ki, Həzrət ora girəndə nəsə özü ilə danışdı, ondan sonra girdi ora. Deyir, o çıxandan sonra dedim ki, ağa, sən kiminlə danışırdın ora girəndə? Dedi, mən çiynimdəki mələkələrlə. Onlardan xəcalət çəkirəm mən ora gedəndə. Onlara xahiş elədim, dedim, siz mənlə gəlməyin. Mən də sizə söz verirəm ki, heç bir iş orada görmərəm ki, sizin qələmizin, kağızınızın ona ehtiyacı ola. Mən də sizə söz verirəm. O qorxucuların bəzisindən bir tanış olsun, o xahiş eləyərsən, icazə ver oracan gedim, gəlim. Başqa adamı qoymaz. Amma çünki səni tanıyırdı, hə, get oracan, get tez gəl. Görsələr, Həzrət və onlarla o cür danışır.
Deyir, mən sizə söz verirəm. Heç iş görməyəcəyəm ki, sənin qələmin, kağızın ona ehtiyacı olar. O da deyir, ya əmirəl-müminin. Əgər belədir, onda buyurun. Həzrət bilir ki, burada var. Həzrət bilir ki, oturublar orada. İnfitar surəsinin 10, 11, 12-ci ayələrində buyurur və innə aleykum ləhafizin kiramən katibin ya'ləmunə ma təf'alun. Çox möhtərəm qoruqçular, nəzarətçilər sizə təyin olub. Çox hörmətli yazıçılar sizi yazırlar. Ya'ləmunə ma təf'alun. Hər nə iş görürsüz, onların xəbəri var. Siz təsəvvür eləməyin, nəsə gizlətdiniz. Onların hamısından xəbərləri var. Odur ki, Həzrət duayı Kümeyl duasında oxuyanda oxuyur, Kümeyl duasın gəlir çatır bura. Və kulli səyyiətin əmərtə bi isbatihəl kiraməl katibin. Əllezîne vəkkeltəhum bihifzi ma yekûnu minni və cealtəhum şuhûdən aleyyə mə'ə cevârihi və kuntə entər rəqib aleyyə min vəraihim və şahidə limâ xəfiyyə ənhum. İlahi, sən buyurubsan ki, bu yazıçılar məni qorusunlar və sən onları vəkil eləyibsən, hər əməl məndən baş verir, onları qeyd eləsinlər və sən onları mənə şahid təyin eləyibsən. Mənim bütün üzvlərimin hamısına şahiddirlər, əllərimə, ayaqlarıma və onların da başının üstündə sən özün nəzarət eləyirsən. Onlar nəzarətçidir, onların da başının üstündən sən baxırsan mənə. Əgər mən bunu bilirəm ki, mənim mələkələrim oturub mənim yanımda və bilirəm ki, Allah da onların başının üstündən mənə nəzarət eləyir, onda mən necə günah eləyə bilərəm? Odur ki, hədislərdə var buyurur, əgər bir adam bir günah eləyir, o günahın altında əgər bir tövbə olsa, Allah onu bağışlayar. Nəfsidir, qələbə çalır. Görürsən, bir neçə dəqiqə insanın ağlın başından çıxardır. Günahdan sonra başa düşür ki, mən səhv elədim. Odur ki, bəzi adamlar dua eləyəndə, Əymənin də duasında bizə öyrədirlər var, böyük insanların da dualarında var. Deyir, ilahi, mən səndən düşmanlığa görə günah eləməmişəm ki. Mən allanmışam, günah eləmişəm. Məni alladı şeytan, mən günah eləmişəm. Hədislərdə var, buyurur ki, hər bir insan ki istəyir günah eləyə, onun iyisindən mələkələr başa düşür. Onun pis iyisi gəlir, günahın. Yaxud əgər istəyir bir yaxşı müqəddəs əməl eləyə, onun xoş iyisi gəlir, mələkələr bir-biri ilə danışır. Hədis belədir. Abdullah ibn Musa ibn Cəfər deyir ki, atam Musa ibn Cəfər əleyhissalamdan mən sual soruşdum. Sual belədir. Dedim ki, insan ki iradə eləyir günah üçün, istəyir ki bir günah eləsin, mələkələr ona xəbərdar olur günahdan əvvəl. Atam dedi ki, rihul kənif və rihul tib səvaun. Ayaq yolunun iyisi ilə ətirin iyisi bərabərdirmi? Ondan sonra dedim, yox, belədir. Onun başqa iyisi var, bunun da başqa iyisi var. Ağa buyurdu ki, elə ki insan istəyir bir dənə yaxşı iş görsün, bir xeyrxah iş, bir müsbət iş, bir ibadət eləsin,
onun nəfəsindən ətir gəlir. O məlakə ki, insanın sağ çiynində əyləşib, sol tərəfində oturan məlakəyə deyir ki, dur sən çıx ki, duana. Mən yazmalıyam. Bu istəyir ibadət eləsin. Bu istəyir yaxşı iş görsün. Bu istəyir müqəddəs bir əməl eləsin. Onun iyisindən, nəfəsinin iyindən bilir. Xoş iyindən. Amma o vaxt ki, indi istəyir ki, bir günah eləsin. Günah eləyəndə bunun nəfəsindən pisi gəlir. Nəfəsindən pisi gələcəyin sol tərəfdə oturan, sağda oturana deyir ki, yaxşı, indi sən dur get. Başlayır yazmağa. Adam var elə onun məlakəsi həmişə sol çinində oturan deyə. Adam da var həmişə məlakə sağ tərəfində oturur. Odur ki, buyurur, bax, elə ki, bunlar istəyir ki, bir xeyr iş görsün, bir şərr iş görsün, onda məlakələr xəbərdar olurlar. İnsanın nəfəsinin iyindən bilirlər. Başa düşürlər ki, bax, beləntidir. Bir nəfər gəldi, İmam Sadiq əleyhissalamdan soruşdu ki, yəbnə Rəsulillah, Allah özü baxmır, bəs bu insanları görmür, məlakə nə üçündür təyin eləyir? Həzrət buyurdu ki, və cəaləhum şuhudən alə xəlqih. Allah məlakələri insanlara güdükçü təyin elədi. Ona görə ki, liyəkunəl ibadun li mulazimətihim iyyahum əşəddə alə taətillah muvazibətən. İnsan bilə ki, bax, mənim yanımda oturanlar var. Mən ilə bir yerdə oturanlar da var, sağ tərəfimdə, sol tərəfimdə, onları da görə və ən məsiyyətihi əşəddə inqibadən. Belə bir insan günah eləyəndə daha çox narahat olar. Və kəm min əbdin yəhimmu bi məsiyyətin fəzzəkərə məkanəhuma. Deyir, bəzi adam görürsən, istəyir ki, günah eləsin. Yadına düşür ki, bax, bu oturub burada baxır mənə. Məlakə baxır mənə. Fərhəva, fəkəffə. Deyir, belə olanda yadına ki, düşdü olar, onda özün saxlayır. Özün saxlayır, öz-özünə danışır. Deyir ki, fəyəqul, Rəbbi yarani. Allahım görür məni, öz-özünə deyir. Və həfəzəti əla bizalikə təşhəd. Mənim qorxucularım nəzarət eləyir mənə. Onlar baxırlar mənə. Odur ki, buyurur, bax, əgər insan bilsə ki, insanın başının üstündə Allah var, baxır və məlakələr onu qoruyurlar və ona qorxuculuq eləyirlər, bu rəqibin, müraqibətin bir mənasıdır və bu insanın islah olmağında, təzkiyə olmağında, pak olmağında, hidayət olmağında çox əsas rolu oynaya bilər və insanlar bu yollarla hidayət ola bilərlər. Allahümmə inna nəsəlükə və nəd'uk bismikəl azimil ə'zəm əl-əzzil əcəllil əkrəm və bil-Huseyni ya Allah. Ya Allahu, ya Allahu, ya Allah. Ya Allahu, ya Allahu, ya Allah. Ya Allahu, ya Allahu, ya Allah. İlahi, əllərimizi naumid qaytarma. Amin. Şər'i olan hacətlərimizi rəva elə. Amin. Aqibətimizi xətmi bi xeyr elə. Amin.
Günahlarımıza qələmi əffi çək. Ölənlərimizi qəriq rəhmət elə. Allah bizi namaz qılmayanlardan eləmə. Allah bizim xəstələrimizə şəfa inayət elə. Hacətlərimizi rəva elə. Bizi bağışlamamış qəbr evinə aparma. Kərbəlai eləməmiş bizi öldürmə. Qəbrimizin əvvəl gecəsində nur-i vilayətdən ayrı salma. Xalis olan salamlarımızı İmam-ı Zamanımıza çatdır ginan. Mübarək olan qəlbin hamılarımızdan razı elə. Bihaqqi Muhammedin və alih və bihaqqi surətil mübarəkətil Fatihəti mə'əs-salavat. Allahümme salli ala Muhammed və ali Muhammed. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nesta'in. اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين. بسم الله الرحمن الرحيم. قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد. اللهم